gece danışır olup keçenden gizlice ürək alışır pıçıltılardan. Dəniz körpü salır sanki fikirlərimə. Günün mavi suların gümüş aynasında aydınlanacaq bir yerdəyim. Limana doğru gedirəm. Nə qədər mahnılar yaranıb. Sözlər musiqiyə dönür mavi sular aynasında. Dünya bir də gətirər səni cahana, bəlkə bir gün yetirər məni yanına. Yoxsa yuxular olacaq görüş yerimiz, sönməsin sevgimiz. Dünya bir də gətirər səni cahana, bəlkə bir gün yetirər məni yanına. Yoxsa yuxular olacaq görüş yerimiz. Qəribədir. Sahil boyu irəlilədikcə sanki durulursan, saflaşırsan. Dəniz səni öz dili ilə danışdırır, qəlbini ofsunlayır. Liman görüş yeri, sevdalıların qovuşduğu, bəzən ayrıldığı məkan. Həm ayrılıq bir başlanğıc, hər görüş yeni ümidlərin astanasıdır. Addımlar fikirlərin ritmini xatırladır. Qəlbim liman döyüntüsü ilə çırpınır. Apar yanına, qorxuram ki, çıxa biləm yadından. Səsin də rəngi var və bu rəng bəlkə də elə birinci gündən hər şeyi müəyyən edir. Elə səslər var ki, onun rəngindən ifaçını tanıyırıq. Bugün limanın qonağı məhz səsinin rəngi ilə ürəklərə yol tapan, könüllərə oxşayan bir ifaçıdır. Musiqini ruhu ilə danışdıran bir müğənni İlkin Dövlətov qonağımızdır. Saçıma həsrətin izi düşəcək, bilirəm səni unutmaq. Salam, xoş gördük sizi İlkin müəllim. Aleyküm salam. Necəsiz? Xoş gəlmişsiniz bizim limanımıza. Xoş gördüm sizi. Bəyəndiniz bizim limanımızı? Şübhəsiz. Hava çox soyuqdur, yanvar ayıdır. Buna baxmayaraq mən inanıram ki, bizim bugünkü söhbətimiz isti keçəcək, səmimi keçəcək. Elə isə keçəkmi masa arxasına? Buyurun. Buyurun, buyurun. Səni cahana, bəlkə bir gün yetirər məni yanına. Yoxsa yuxular olacaq görüş yerimiz. İlkin bəy, səhnədəsiz. Tez-tez mavi ekranların qonağı olursunuz. Yəni, bu vəziyyətə baxanda adam elə gəlir ki, hər şey sakit axarla gəlir. Bu doğrudanmı belədir? Bu qıraqdan belə görsənə bilər, amma düşünürəm ki, tam da belə deyil. Mən ümumiyyətlə mavi ekranları bir icebergə bənzədirəm. Yəni bunun görünməyən tərəfləri var. Görünməyən tərəflər yuxusuz gecələrdir, çəkdiyimiz əziyyətlərdir. Ondan sonra nələrdənsə imtinadır. Ona görə də mən heç vaxt dayanmamışam və öz sənətimin, öz işimin məsuliyyətini həmişə başa düşmüşəm. Ümumiyyətlə hər bir səssiz axan uğurun altında səsli, köylü bir zəhmət əziyyət dayanır. Ona görə düşünürəm ki və həmişə sənət yoldaşlarıma deyirəm ki, məhsuldar olmaq lazımdır, əziyyət çəkmək lazımdır. Çünki çəkilən əziyyətin bəhrəsi mütləq görürük. Uşaqlıq illərinə qayıtmaq istəyirəm. Yəni, sənət yolunun başlanğıcı, ilk təməllərin atıldığı illərə. Deyərdim ki, tam olaraq elə uşaqlıq illərinə dayanır. Mən musiqiçi ailəsində doğulmuşam və yəni, gözümü açıb evdə keyfiyyətli musiqi eşitmişəm, keyfiyyətli sözlər eşitmişəm. Ona görə də elə həm məktəb daxili, həm ailə daxili mən belə deyək də ən fəal şagird olmuşam. Müəllimlərimin ən sevimli şagirdi olmuşam. O vaxt ərazilərdə keçirilən bütün belə deyək də yarışlarda məktəb tərəfindən göndərilirdim və məktəbimizə həmişə yüksək nailiyyətlər, nəticələr gətirdim. Musiqi ilə bağlı bütün yarışlarda ilk sıralarda yer alırdım. Ona görə də elə 11-ci sinifə qədər məktəbimizin sinif nümayəndəsi olmuşam və düşünürəm ki, elə indiki ilkinin formalaşmasında uşaqlıq illərində aldığım o
məktəb daxili obrazlarda, iştirak elədiyim tədbirlərin təsiri mənim bugünkü gündə də formalaşmağımda böyük rol oynayıb. Elə həmişə də valideynlərə deyirəm ki, övladlarınıza düzgün istiqamət verin, çünki hər şey uşaqlıqdan başlayır. Keyfiyyətli musiqi, keyfiyyətli söz çox vacibdir. Ona görə də bu nüansa xüsusi diqqət yetirmək lazımdır. Mən məşhur olmalıyam iddiası ilə yaşayan birinə bənzəmirsiniz. Sizcə məşhurluq sizi tapdı, yoxsa bunun üçün böyük bir yol izləmək lazımdır? Açığını desəm, məşhurluq mənim üçün məqsəd yox, bir nəticə olub. Yenə deyirəm, mən bu məsuliyyəti başa düşmüşəm, anlamışam. Mənim üçün birinci qayda olub ki, həmişə dürüstlük və inam və ürəkdən görüləniş həmişə məni yaxşı yerlərə gətirib çıxarıb. Elə bir ifanız varmı ki, bu mənim haqqımda həddən artıq çox şey dedi, deyəsiniz? İfalarımda nəyisə gizlətməyə çalışsam da, səsim bunu açıq-aşkar tamaşaçı üçün deyir. Ümumiyyətlə, bəzən burada mənim yaşanmışlarım var, nə bilim, bəzi anlarda susqunluğum var, bəzi anlarda itirdiklərim var. Tamaşaçı bunu bəzən başa düşür, bəzən başa düşmür. O hisslərlə, söhbət hisslərdən gedir. Amma mən bilirəm ki, İlkin səhnədə rol oynamır, İlkin bunu yaşayır. Bax, əvvəlki sualda qeyd etdiyim kimi, mənə elə gəlir ki, ümumiyyətlə sənətçinin və sənətkarın ən güclü tərəfi səhnədə onun dürüstlüyüdür. İnsan özünü gizlədə bilər, amma səsini gizlədə bilməz. Bəli, bu hissləri mən səsimlə çatdırmağa çalışıram. Mənim ən sevdiyim və mənə ən maraqlı olan hissəsindəyik. Kapitan, bu hissənin adı nə deyilir? Kapitan Körpüsü. Azər bəy, istərdim İlkin bəylə bərabər həm sizdən, həm də İlkin bəydən dənizə aid maraqlı bir hadisədən danışaq. Əvvəla dənizimiz gedir. Biraz heyif ki, dəniz gedir günü-gündən, Xəzər sahili, limanlar, bütün limanlar necə əziyyət çəkir, biz də elə. Biz də çıxa bilmirik. Bəli, dənizə çıxa bilmirik. Xəzər yanı ölkələr hamısı əziyyət çəkir. Türkmənistan, Qazaxıstan, Rusiya, İran, Azərbaycan. İnşallah dənizimiz qaydar, dəniz bizdən ola bilsin küsür. Nə qədər düşüb? Harasa 3 metrə yaxın düşür. Bəli, 3 metrə yaxın düşür. Hal-hazırda gedir. Görürsünüz, bizdə adalar əmələ gəlib. Karvansara adasıdır. O əvvəlcə suyun altındaydı. Bizim böyük gəmilər gəlib girirdi. Bu bizim gəmi qayırma zavodu var idi bura. Hal-hazırda biz özümüz çıxa bilmirik, suyun səviyyəsi düşür. Arzu eləyək ki, bu qısa müddətə qaydar. Çünki özüm də elə Xəzər sahili gəzəndə baxıram, görürəm ki, doğrudan da suyun səviyyəsi, yəni artıq gözlə görünəcək dərəcədə aşağı düşüb. Mənim ümumiyyətlə Xəzərlə bağlı biraz acı xatirələrim var. Mən 2 dəfə çiməndə boğulmuşam, məni 2 dəfə çıxarıblar. Təzə-təzə üzməyi öyrənən vaxtlar idi. Bax, o Xəzərlə bağlı mənim ən acı xatirələrim qalıb, amma mən Xəzərimizi çox sevirəm. Vaxt aşırı zaman olduqca gəlirəm, bax, bu dəniz kənarı bulvarda. Buranın havası, indi Azər kapitan hər gün buradadır. Ən xoşbəxt insanlardandır ki, yəni bu Xəzərin havasını bulur. Mən arzu edirəm ki, əvvəldə dediyimiz kimi bizim bu Xəzər bizdən küsüb inciməsin, çəkilməsin. İndi olur da zamanla enmələr, qalxmalar olur, amma düşünürəm ki, bu qısa müddətli bir çətinlik olar. Zamanla öz yerinə alar. Yaradıcılıq bioqrafiyanızın maraqlı və bəlkə də həlledici mərhələsi O Səs Azərbaycanla bağlıdır. Bəli. İstərdim o anlara qaydaq. Səs Azərbaycan doğma nəğmələr mənim yaradıcılıq bioqrafiyamın dönüş nöqtəsi sayıram. Ümumiyyətlə, mən həmişə sənət dostlarıma deyirəm ki, yəni söhbət gənclərdən gedir, bu yarışlara qatılın. Çünki doğrudan da insan özünü o yarışda kəşf edir. Mən də Səs Azərbaycanda özümü kəşf elədim. Yəni
görmədiyim tərəflərimi Səs Azərbaycanda Orada kəşf edirəm, bəli. Bu yarış mənim üçün bir imtahan idi. Yəni bu səs imtahanı ilə bərabər mənim daxili nizam-intizamım, disiplinim, səbrim, ona görə də Səs Azərbaycan mənim üçün çox doğmadır, adından göründüyü kimi. Ona görə də qeyd elədim ki, mən özümü Səs Azərbaycanda daha çox kəşf elədim. Mən onda bildim ki, mənim səsimin rəngi insanlara toxunur. Bu mənim də belə deyək, gələcəyə doğru ilk addımım idi bu. Və addımım da doğrudan da çox yüksək oldu. Mən şükür eləyirəm ki, yəni ustadların da şübhəsiz ki, danılmaz ki, orada böyük əməyi var. Mənim dəyərli dostum, dəyərli qardaşım İlqar Xəyalın mənə olan inamı, etibarı bizi birlikdə finala qədər gətirdi. Və finalda da təbii ki, mənə tapşırılan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışdım. Düşünürəm ki, bu uğur elə o Səs Azərbaycandan başladı. Sizi Avroviziya bütün dünyaya tanıtdı. Böyük səhnədə milyonlara tanıtdı. Bu barədə danışaq. Avroviziya mənim illərdir izlədiyim bir yarışma idi və mən həmişə arzusunda idim bu yarışın ki, nə vaxtsa görəsən olarmı mən də bu yarışda ölkəmi təmsil edim. Çünki məni tanıyanlar ətrafımda hamı bilir ki, mən təmsil eləmək, ondan sonra bayrağımı, mədəniyyətimi təmsil eləmək və bu istəklər məni gətirdi Avroviziya səhnəsinə qədər çıxartdı. Düz qeyd edirsiniz. Məsələn, bir 50% Səs Azərbaycan isə üzərinə bir 50% də Avroviziya oldu və düşünürəm ki, mənim ən birinci məqsədim o idi ki, həm təmsil, həm də ölkəmdə, yəni tamaşaçım tərəfindən sevilmək idi. Avroviziyada mənə çox qatqılar qatdı, çox şeylər öyrətdi, çox təcrübələndim. Yəni məni həm psixoloji, mənəvi də çox rahatladı. Özümə özgüvənim biraz da artdı və bu özgüvən nəticəsində də mən bu gün də səhnəmizdə rahat addımlar ata bilirəm. Çünki mənə bu etibar olunmuşdu. Düşünürəm ki, bu etibarın da öhdəsindən mən layiqincə gəldiniz. Bu yolda tək deyildim. Təbii ki, mənim dəyərli dostum Fəxri ilə birlikdə ölkəmizi təmsil elədik. Mənim üçün də çox böyük şərəf idi, fəxr idi. Avroviziya tarixində ikinci dəfə o səhnəyə dönən, yenidən iştirak etmək imkanı qazanan sənətçilər var. Bəli, var. Yenidən bu imkanı qazanmaq istərdiniz? Tam olaraq bu suala belə cavab verim. Avroviziya elə bir səhnədir ki, o səhnə təkrarçılığı sevmir. Deyəcəm niyə? Çünki mən o səhnədə artıq bir dəfə duet olaraq iştirak eləmişəm və mən düşünürəm ki, əgər mən yenidən ora qatılmaq istəsəm, özümə suallar verirəm ki, yəni sən bu səhnədə yeni nə göstərəcəksən? Yəni bu səhnədə nə deyəcəksən? Əgər o suala içimdə doğrudan da güclü bir cavab olsa, yəni o zaman gəlsə və mən fərqli bir ilkini səhnədə göstərə biləcəmsə, niyə də olmasın? Hər şey ola bilər. Bilmirəm bu hansı zamana uyğun gələr. Bu içimdəki o suala mən nə vaxt cavab taparam. Amma təbii ki, mən düşünürəm ki, bu nə vaxtsa baş verə bilər. Əgər bu yol yenidən başlansaydı, yelkəni eyni istiqamətə açardınızmı? İstiqamət bəllidir. Zaten məndə istiqamət bəllidir və bunu gəmiyə bənzətsək, dəniz keşməkeşli ola bilər, külək dəyişə bilər, hava dəyişə bilər. Amma yenə də istiqamət birdir, istiqamət dəyişilməzdir. Çünki məqsəd var. O məqsədə doğru davam edirəm yəni. Hələ ki dəyişilməz o. Yəni fikrimdə elə bir dəyişiklik haqqında bir toxunuş yoxdur. Macəra, rahatlıq və etibarlı yol yoldaşı. Venta, dalğalara açılan yelkən, lüks və xidmət məmnuniyyəti. Bizimlə səyahətə hazırsınızmı? Verilişimizin növbəti rubrikası yelkənli suallardır. Burada mən sizə sual verəcəm. Siz də qısa və lakanik məni cavablandıracaqsınız. Hazırsınız? Mən hazıram. O zaman başlayırıq. Başlayaq. Dənizi sevirsiniz yoxsa təbiəti? Mən təbiət aşiqiyəm. Ona görə zamanım olduqca, vaxtım olduqca sakitləşmək üçün, özümü yeniləmək üçün təbiət qoyununa daha çox üstünlük verirəm. Amma
vaxtaşırı dənizin də qoxusunu, iyini, bu Xəzərimizin iyini də almağı çox sevirəm əslində. Gözəl. Hansı janr sizi daha çox ifadə edir? Pop yoxsa muğam? Mənim apardığım, belə deyək də, bu yol, strategiya əslində hər ikisini ifadə edə bilər, amma ən çox milli janra üstünlük verdiyim üçün, yəni muğam məni daha çox ifadə edir, amma bilirsiniz, ölkəmizdə, yəni bizim muğam ümumiyyətlə elə bir janrdır ki, yəni dünyanın bütün musiqiləri ilə sintez oluna bilir. Bəli. Ona görə də özümü kökləmişəm ən çox milli musiqilərə və pop janrını da bəzən istifadə edirəm. Yəni bu Hər ikisini hər ikisini deməli. də deyərdim yəni. Gözəl. Böyük səhnənin işıqları göz qamaşdıran nağıl yoxsa gerçəklik? Kim üçünsə nağıldır, kim üçünsə gerçəklikdir. Amma mən düşünürəm ki, bu bir gerçəklikdir mənim üçün. Ən sevdiyiniz mahnı? Deyim ki, sırf bir mahnı üzərində qalıram, yox. Bu mənim əhvalımla bağlı olur bəzən. Yəni, əhvalıma uyğun musiqilərə qulaq asıram. Yəni. 2026-cı ildə hədəfiniz nədir? Əslində, planlar, arzular, hədəflər çoxdur. Çünki mən qarşıma doğrudan da bir hədəflər qoymuşam. Yavaş-yavaş, il atladıqca mən bu istəklərə, bu belə deyək də, o hədəflərə yavaş-yavaş addımlamağa doğru gedirəm. 2026-cı ildə mənim sənət fəaliyyətimdə düşünürəm ki, çox yeniliklərlə yadda qalacaq. Artıq planlar çizilib və düşünürəm ki, məni tamaşaçıya daha da yaxınlaşdıran bir il olacaq. İnşallah. Özünüzü qərarlı adam hesab edirsiniz? Mənim bürcüm əkizlər bürcüdür. Bəzən deyirlər ki, əkizlər biraz qərarsız olur, amma məndə belə deyil, əksinə. Yəni, mən planlı şəkildə yaşayan biriyəm və qərarlı biriyəm. Əgər bu planı qurdumsa, bu işi görəcəmsə, tam olaraq qərar verirəm. Ona görə də tam olaraq qərarlı bir. Bəzən olur, insanın o əhvalı ilə də bağlı olur. Bəzən qərarsız qalırsan, amma qərarsız bəzən qaldığım məsələlər, məni narahat edən məsələlər bəzən məni biraz gələcəkdə az da olsa sanki yanılda bilir. Amma tam qərar, o içimdən gələn o qərar məqamı məni heç vaxt yanıltmaz. Səhnəyə gəlişiniz uğurlu layihələrlə yadda qaldı. Bu sizi inkişafdan saxlamır ki, bəzən müvəffəqiyyət baş gicəlləndirici olur. Və sizdə necə? Çox yaxşı sualdır bu və heç vaxt, belə deyək də, uğur mənim üçün bir dayanacaq olmayıb. Mən sənətimin məsuliyyətini həmişə dərk eləmişəm və düşünürəm ki, əgər gördüyün işi ədalətli və dürüst və ürəkdən görürsənsə, zaten bu yol səni yaxşı yerlərə, uğura doğru aparır. Yəni, mən də çalışıram ki, uğur və müvəffəqiyyət məni heç vaxt yuxuya verməsin, həmişə oyaq saxlasın. Artıq hər birimiz bilirik ki, müvəffəqiyyət əgər baş gicəlləndirdisə, sənət dayanır. Ona görə də daim özümü oyaq saxlamağa çalışıram. Daim, belə deyək də, bizim sənətin ümumiyyətlə ən önəmli tərəfi odur ki, davamlı olmalısan. Davamlılıq şərtdir. Bu soyuq havada mən istərdim ki, siz bir isti, könülləri isidən bir musiqi qısa da olsa zümzümə edəsiniz. Canlı, böyük məmnuniyyətlə. Elə bax, bu qağayların, belə deyək, müşahidə altında, səsin müşahidə altında bir Qal Sənə Qurban səsləndirə bilərəm. Çox sevdiyim. Əgər üz çevirib getsən uzağa, getsən uzağa, qalmaz aşığında hal sənə qurban, hal sənə qurban. Sənət sizi insan olaraq dəyişdimi? Bəli, dəyişdi. Dəyişdi, amma başqasına çevirmədi. Özümü özümə daha yaxınlaşdırdı. Sənət mənə çox şeylər öyrədir. Mən düşünürəm ki, hələ də öyrədəcək. Ümumiyyətlə bizim sahəmiz, sənətimiz çox çətindir.
Yəni burada əziyyət, yəni əvvəldə dediyim kimi çoxdur və bu əziyyəti qarşılığını görmək üçün insan bəzi hallarda çox səbirli olmalıdır. Bəzi hallarda yenə də nələrdənsə imtina eləməlidir və öyrənə-öyrənə də gedirik də. Öyrənməliyik ki, öyrədək. Öyrədək. Elə bu məqamda istərdim müəllimlərinizdən danışaq. Muğam ifaçılığında sizə yol göstərən müəllimləriniz kimlər olub? Biraz lap keçmişə qayıtsam, məni elə məktəbdə, elə oxuduğum orta məktəbdə kəşf eləyiblər müəllimlərim. Daha sonra elə Səs Azərbaycanda adını çəkdim. Mənim çox dəyərli ustadım sayıram onu və dəyərli qardaşım İlqar Xəyalı qeyd edirəm. Çünki onların doğrudan da bir toxunuşu bizim həyatımızı dəyişir. Çünki o peşəkardırlar. Peşəkarların istiqaməti düzgün olur. Yetər ki, biz ona qulaq asaq. Daha sonra əməkdar artistimiz Teymur Əmrəhanın adını çəkə bilərəm. Vokal müəllimim qısa müddət də olsa ondan nələrsə götürə bilmişəm. Muğamı sevdiyimə görə və evdə gözümü açanda milli musiqi eşitdiyimə görə və gördüm ki, doğrudan da bu məndə alınır və mən bunu sevirəm. Çünki sevdiyim işlə məşğulam. Respublikamızın əməkdar artisti Zakir Əliyevin də mənə dəstəyi olub. Mən həmişə bunu qeyd edirəm, özümə borc bilirəm. Çünki o insanlar ustaddılar və onların yenə də hər bir tövsiyəsi mənim həyatımda çox önəmli rol oynayır. Elə indi də, gələcəkdə də həmişə kimi. Mən hər birinə təşəkkürümü bildirirəm. Onların da sinifindən keçməyi mənə qismət olub. Mən də özümü çox xoşbəxt hiss edirəm bunun üçün. Səhnədən kənarda İlkin Dövlətov necə biridir? Danışmağı yoxsa dinləməyi sevir? Mən əslində sakit təbiətli bir insanam. Çox danışmağı əslində sevmirəm. Mən çox dinləməyi sevirəm. Əvvəllər olurdu. Məsələn, hər hansı bir mövzuya tez müdaxilə eləyirdim. Bax, sənətin də mənə öyrətdiklərindən biri budur ki, hər mövzuya bu dəqiqə müdaxilə eləmirəm. Danışığın da yerini bilirəm, artıq susmağın da, sükutun da yerini bilirəm. Ona görə də mənim sənətim əslində mənə bu şeyləri hər gün sübut eləyir ki, hər yerdə danışmaq olmaz, hər yerə getmək olmaz, hər təklifi qəbul etmək olmaz. Yəni uğur mənə elə gəlir ki, nələrəsə imtina etməklərdən başlayır. Hansı arzunuzun gerçəkləşməsini istərdiniz? Varmı elə arzunuz? Arzular ümumiyyətlə tükənməzdir hər birimiz üçün. Düşünürəm ki, arzular zaman keçdikcə mənim üçün niyyətə çevrilib və ən çox niyyətim və ən böyük arzularımdan biri odur ki, yəni ümumiyyətlə gələcək zamanda da üzümüzə gələn illərdə deməsinlər ki, yaxşı səsi var idi, yaxşı nə bilim görünüşü var idi. Onu desinlər ki, sənətinin ağırlığını, məsuliyyətini başa düşən bir insan idi, ifaçı idi və sözü, danışdığı sözün çəkisini bilən insan idi. Ən böyük arzum budur və məqsədim, arzum iz qoymaqdır. Düşünürəm ki, bu arzuma, bu niyyətimə doğru yavaş-yavaş addımlayıram. Yox, tam hələ çatmamışam, çünki hələ illər qarşıdadır. Bu illərə yavaş-yavaş sinə gəlirəm. Qoy tamaşaçı üçün illərə dayansın səs. Fürsətdən istifadə edib sizinlə bərabər gəlin Venta Yaxtıya təşəkkürümüzü bildirək. Bu günlər bizim üçün bu cür şəraiti yaratdığına görə təşəkkür edirik Venta. Çox sağ olsunlar. Yaxtıya minnətdarımızı bildiririk. Sualım var. Rubrikasıdır. Yaxınlaşırıq sual qutumuza. Baxaq görək, keçən verilişimizdə qonağımız Lalə Məmmədova idi. Nə gözəl, salamlayıram Lalə xanımı da buradan. Görək sizə nə sualım var? Bu qutuda deməli sual mənim üçün ünvanlayıb. Üzvü olmaq çox çətin oldu. Üzvü olmaq xeyr. Daha doğrusu asan olmadı, çətin oldu. Çünki qıraqdan insan nə qədər sərt görsənsə də, amma daxilən içində mübarizə aparırsan və bu mübarizə də səni həm motivasiya eləyir, həm gücləndirir və özünü belə deyək də nə qədər də toplasan da və yüzü göstərməyə çalışsan da zaten içindəki insanı bilirsən, tanıyırsan. Ona görə də çalışmaq lazımdır ki, güclü görsənəsən. Bu bizim sahədə çox vacibdir. Və keçək suala. İndi siz bizim verilişimizin növbəti qonağına bir sual ünvanlamalısınız. Sualı səsləndirməyə ehtiyac var? Xeyr.
Sualımız hazır. Bəzək bizə verin bunu bir. Hər yolun bir sonu var, amma hər görüş bitmir. Bugün gəmidə deyilənlər söz kimi qalmadı, dalğa kimi içimizdən keçdi. İlkin Dövlətov bu limandan ayrılır, amma onun səsi bu dənizin yaddaşında qalır. Liman yeni görüşlərə yelkən açmağın yolunu gözləyir. Yeni görüşlərə dək.